Van Gogh'u niyə sevirik? Ulduzlu gecələrlə hər kəsin könlünü fəth edən rəssamı bu qədər sevməyimizin əsas səbəbi onun sənətindəki səmimiyyət və duyğudur. O renklərlə detalları birləşdirərək ötürmək istədiklərini ifadə edir. Rənglərindən, fırça zərbələrindən onun yaşadığı daxili fırtınalar duyulur. Van Gogh'un əsərləri sadəcə gözəllik deyil, eyni zamanda insan ruhuna toxunan bir hekayə danışır. Bəlkə də ona görə onu bu qədər sevirik. Çünki o, sənəti ilə öz ağrısını, sevgisini və ümidsizliyini bizimlə bölüşür. Rəssam ölərək ulduzlara çatacağını düşünürdü. Özünün də dediyi kimi, Fransada bir şəhərdən başqa bir şəhərə getmək üçün qatarlardan istifadə edirik. Bəs ulduzlara niyə gedə bilmirik? Deyə özümə sual verirəm. Bəlkə də ulduzlara çatmaq üçün ölməliyik? Bu sözləri o, qardaşı Teoya ulduzlu gecə tablosunu çəkdikdən sonra yazır. Onun əsərlərində həm ümid, həm kədər, həm də ölümsüzlük arzusu var. Bu səbəbdən Van Gogh'un sənəti təkcə tarixi sənət əsəri deyil, bizə özümüzü daha da yaxşı anlamağa kömək edən, duyğularımızı dərinləşdirən bir yol yoldaşıdır.